Kiçik Qafqaz dağlarına aid olan xüsusiyyətlər. Bəndlərimizə bir-bir nəzər salaq. Filiz faydalı qanslar genişcə bəli, doğrudur. Azərbaycanın qərbində yerləşən Kiçik Qafqaz əsasən filizlərlə zəngindir. Belə ki, bir bizim doğru bəndimizdir və biz bunlara birlə başlayan bəndlərimizi işarələyək. 2. Sürüşmə prosesləri tez-tez baş verir. Ümumiyyətlə, ölkəmiz ərazisində ən çox sürüşmələr Kiçik Qafqazda deyil, Böyük Qafqazda baş verir ki, bunun da əsas səbəbi Böyük Qafqazda səthində yerləşən çökmə mənşəli suxurlar əsas səbəbdir və bu demək ki, doğru bənd kimi qəbul olunmayacaq. Sönmüş vulkan qozlar, bəli, Azərbaycanın əsasən sönmüş vulkanları Kiçik Qafqaz bölgəsində yerləşir ki, bunlar da əsasən Qarabağ vulkan yarasında. Demək ki, doğru bəndlərin içində 1 və 3. Ölkə ərazisində ən qədim suxurlara, bəli, ölkə ərazisində ən qədim suxurlara həmin bu Kiçik Qafqaz bölgəsində əsasən də Əsrik çayı, Zəremçay hövzəsi yaxınlığında rast gəlirik və bu da bizim üçün doğru bənd olacaq. Demək, bizim doğru bəndlərimiz 1, 3, 4 olacaq. Digər bəndlərimizə də nəzər salaq. Yüksək dağda meşələr quru çöllərlə əvəzlənir. Xeyr, bu cür quru çöllərlə əvəzlənmə bizim Talış dağlarımızda müşahidə olunur. 6-da cənub-şərqdən şimal-qərbə mütləq hündürlüyü azalır. Əksinə, cənub-şərqdən şimal-qərbə hündürlük artır və bu da yanlış bənddir. Dediyimiz kimi doğru bənd 1, 3, 4 olacaq.